Salam əziz izləyicilərim. Sizi yeni bir vlogumdan salamlayıram. Bu günləri Novruz bayramı üçün badambura hazırlayacağım. Dedim sizlər üçün də çəkim. Bir fikir olar. Yəni hər birimiz bu saatda hamımız bişirmişik. Hər birimizin evimizdə bu dəqiqə bu işlər gedir. Burada isə mən yarım kilonunkini götürmüşəm, amma yarım kilonun reseptini, amma mən burada 665 qram un götürdüm. Xama 170 qramlıq olduğu üçün 100 qramını tökdüm. 1 ədəd yumurta, vanil, bir çimdik duz, biraz durur və ala ılıq 100 milli süt götürdüm. Yağ da 75 qram gedir, amma mən 80 qram götürdüm. Çünki onu artıq götürmüşdüm deyən. Elə götürdüm. Mən bu resepti evimin səliqəsi Natavan xanımdan götürmüşdüm. Yəni bir neçə ildir elə bu reseptlə də hər ildə bişirirəm. Çox gözəl olur. Yəni qatları da gözəl olur. Yumşaqlığı da gözəl olur. Yəni həm də hasaddır, belə deyim. Qıraqda isə içlik üçün ləhbə hazırlamışam. 500 qrama mən 400 qram şəkər tozu tökürəm və üzərinə vanil, hil, darçın və muxayı üyüdüb, 1-2 dənə muxayı üyüdüb atıram. Gördüyünüz kimi gözəl bir xəmir olur. Badamburanın xəmiri nə bərk olmur, nə yumşaq olmamalıdır ki, axıb getməsin. Orta bərkliyində olmalıdır. Yəni dediyim kimi qatları da onda gözəl açılır. Burada yoğurub 1 saat qoyacam acısın. Ona kimi acısın, sonra kündəsini tökərəm. Kündə tutacam. İndi yəqin 8-9 ədəd kündə çıxır. Neçə dənə çıxsa həmən qatlarını edəcəm. Burada gördüyünüz kimi yoğurdum. Gözəl ələ yapışmayan bir xəmir alındı. Çox da gözəl alındı. Yəni yumşaqlığı da yaxşıdır. Ələ yapışmır gördüyünüz kimi. Qoyacam dinlənsin dediyim kimi. Sonra kündələyərəm. Biraz da kündə qalar. Ondan sonra başlayarıq bişirməyə. Yəni yağlamağı da yağ zövqünüzə görədir. Siz hansı yağdan istəsəniz edə bilərsiniz. Burada dinləndi, yəni acıdır. Kündəmi tökəcəm. Hardasa fikrimdə 8 kündə etməkdir. Mən elə çox böyük sevmirəm, nə də elə balaca olmayacaq, orta böyüklükdə olacaq. Ona görə 8 kündə götürdüm. Siz artıq eləmək istəsəniz biraz artıq edib 9-10 kündə, 11 kündə də edə bilərsiniz. Amma mən 8 kündəlik etdim. O mənə bəs edəcək. Qoyacam burada biraz kündəm dinlənsin. Sonra başlayacam yaymağa, yağlamağa. Yağı da yenə deyirəm öz zövqünüzə görədir. Mən çox yağlamıram. Yağlayıram normal. Çox yağlayanda onu bükəndə axıb gedir, bişəndə də axıb gedir. Ona görə də orta yağlayıram ki, axmasın, gözəl pişsin. Şəkərburamı bişirmişəm, paxlavanı, şəkərburanı, amma çəkmədim. Dedim elə sonuncu qoğal da etmişdim. Dedim sonuncu elə bir badambura qalıb. Badamburanı da çəkim, sizlərlə paylaşım.
Bu günlərdə daha doğrusu, yəni hər birimizin evində biş-düş bu dəqiqə bu işlər gedir. Allah hər birimizin süfrəmizi bol etsin, ruzimizi, bərəkətimizi bol etsin inşallah. Ən sevdiyim bayramlardan biridir Novruz bayramı. Uşaqlıqdan bəri, yəni sevə-sevə gözlədiyim bayramlardan biridir. Düzdür, indiki uşaqlar bizi qədər bəlkə də sevmirlər, amma biz uşaqlıqdan hər il o Novruz bayramını gözləyirdik, çərşənbələri gözləyirdik ki, tonqal yandıracaq, Novruz bayramı olacaq, qapı pustu olacaq, papaq atılacaq, amma indiki uşaqlar o qədər də, şəhər uşaqları da o qədər bilmirlər. Bizdə Qazax-Akstafa zonası Danatda deyirlər, İlaxır çərşənbədə, yəni biz hər birimiz oturardıq gecəni səhərə qədər. Yəni kim istəysə, kimin niyyəti var idisə də danatardı, süfrə açardı. Amma indi yavaş-yavaş o adətlər getdikcə azalır. Bəzi zonalarımızda daha da gözəl keçirirlər. Bəzi zonalarımız daha, dediyim kimi, əvvəlki adətlərimiz bu gənclər o qədər də üstünlük vermirlər. Gördüyünüz kimi yaydım, üzərini yağlayıram. Yəni çox olmamaq şərti ilə yağlayıb üst-üstə yığacam. Yəni yağ çox olanda axıb gedir. Ona görə orta yağlığında edəcəm. Qızlar, siz necə keçirdiniz Novruz bayramını, bu çərşənbələri, İlaxır çərşənbələri, yəni hansı zona necə keçirdir? Yorumlarda yazarsınız. Gözləyirəm hər birinizi. Mənə elə gəlir ki, hamının sevdiyi bayramlardan biridir Novruz bayramı. Düzdür, işi gücü ağır olur, yəni bu pişi düşür. Amma ki, maraqlı olan bir bayramdır. Bizim, milli bayramımızdır. Ona görə də mənə elə gəlir ki, ən sevilən bayramlardan biridir. Düzdür, yeni ili də keçirdirik, amma mən adətən Novruzu sevdiyim üçün daha çox Novruzu gözləyirəm. Daha çox Novruzda biş düşümü də daha çox Novruzda edirəm, nəinki yeni ildə. Yenə hər qatını yağlayıb yığıram. Çox yağlamıram. Onsuz da yağı donur. Yəni çox da yağlayıb axıtmaq istəmirəm, yağını. Sizlər necə edirsiniz qızlar? Sizlər biş düşünüzü yekunlaşdırmısınızmı? Biz əslində Qazax-Akstafa zonası 20'si yox, Bakı zonası 20'si keçirdir, biz 21'i keçirdirik. Amma yenə də 20'sinə hər bir şeyimizi hazırlayırıq da. Yəni süfrəmizdə hər bir şeyimiz olur. Xəmiri kəsdim ortasından, uzunsov dilimlər edəcəm. Mən burada çox uzun olduğu üçün böyük çıxacaq deyən, bəzilərin ortasından kəsdim ki, bir balaca olsun, çox elə böyük olmasın. Gördüyünüz kimi yığıb, büküb yığacam, sonra içərisini dolduracam. Yəni qatları da çox gözəl olur, yumşaqlığı da çox gözəl olur. Mən hər il etdiyim reseptlə edirəm. Yenə dediyim kimi,
Natavan xanımın reseptindən edirəm. Çox da gözəl olur. Sizlər necə edirsiniz qızlar? Yəni reseptlər çoxdur. Yəni hərə öz reseptindən mi deyim? Reseptlər çoxdur. Döymə edənlər də var. Belə edənlər də var. Döymənin badam buranısı da gözəl olur. Şəkər burası da gözəl olur. Onu da sevirəm. Amma bu dəfə etmədim. Yəni böyüklüyünü də dediyim kimi, istəsəniz böyük də edə bilərsiniz, istəsəniz orta ölçüdə də edə bilərsiniz. Mən böyük, çox böyük etmədim. Orta ölçüdə etdim. İçərisini yaxşı açıram. Qoyuram masanın üzərinə və ləpə ilə dolduracam. Ləpəni də yaxşı dolduranda yaxşı dolu çıxır. Üstündən gördüyünüz kimi basa-basa edirəm ki, yəni dolu olsun. Mən alt hissəsindən büküb elə yana da doğru qoyuram. Yəni qırağına naxış vurmuram. Bəzən vururlar da, amma mən elə etmirəm. Elə bu qaydada yəni arxasını bükürəm. Hardasa yəni məndə 23 dənə çıxdı. İndi ola bilər mən 1-2 dənəsi balaca olsa da, yəni 20 dənə normal badam buranı çıxacaq bu reseptlə. Yəni çox gözəl də çıxır. Siz də edə bilərsiniz. Əgər etməmişsə də, bəlkə də mən gecikmişəm. Öcə hamı edib, amma dediyim kimi biz 21-i keçirəcək deyən mən bu günləri hazırladım. Elə sizlərlə də bu günləri videonu paylaşacağım. Bugün ayın 19-udur. Yəni 20-sinə işimi yekunlaşdıracağım. Gördüyünüz kimi qoyuram, biraz dinlənir və padnosa yığıram. Üzərindən mən çox basmıram. Bəzən üzərindən çox basılır, amma üzərindən basmıram. Onda yəni biraz tompiş çıxmır, belə deyim. Amma belə olanda gözəl çıxır. 2 siniyə yığdım. Yəni 2 sini oldu. Qoydum biraz dinlənsin. Sonra sobaya yerləşdirəcəm. 180 dərəcədə bişirirəm. Yəni qızartmamaq şərti ilə. Burada biraz elə bir qırmızı düşüb üzəri, amma yəni qırmızı deyil. Yəni qızartmağa qoymadım. Elə tez-tez də baxdım. Altı da çox gözəl pişib. Nə yanmayıb, nə yəni çiğ qalmayıb. Amma mən üzərinə şəkər pudrasını hələ vurmayacağam. Tam soyuyacaq. Ondan sonra yəni süfrəni açanda elə şəkər pudrasını töküb masaya verəcəm. Yəni süfrəmi quranda hələ tam soyumayıb. Çünki belə isti-isti tökəndə şəkər pudrası elə bir ki nəmlənir, üzərində xəmirlənir, pis olur, yaxşı görsənmir. Ona görə də tam soyusun, ondan sonra tökəcəm. Mən şəkər pudrasını özüm evdə hazırlayıram. Yəni heç vaxt marketdən almıram. Özüm evdə edirəm. Sağ olun qızlar. Allah amanında qalın. Bir daha bayramımızı təbrik edirəm. Xoş günlər arzulayıram.